Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Xoş izləmələr. Deməli arkadaşlar, burada 4 qaşıq tomat, 2 dənə neydi onun adı, ağın adı? Qaymaq, 3 diş sarımsaq, duz, istiot, sarı kök. Yani ye, öl, gəbər. Yani öyle söyleyeyim size. Mən hərəkət... Ay Allah. Yapışıblar bunlar, gözləyib səbirləri dolub hamısının. Mən sizə dedim salçalı makarna yeməmişik. Ay mama! Ay mama! Makarna düşün. Hadi yarısı gelir diye. Bunu biriniz el atın, ben gülme krizi. Sür. Sen Şükür. Arkadaşlar, indi bilirsiniz ne olacak? 3 diş sarımsaq var sosun içinde. Hamı yiyecek, evi iyi basacak. Allah'ın olsun. Kolanı da almışam. Biabırçılıq. Ama hamını da yuxu basacak çünkü sarımsaq yatıştırır həqiqətən də. Qatışdırın bunu, görə necə olub dadı. Bu həyatda ən sevdiyim klasik yemək ola bilər, yəni bu. Buna heç vaxt yox demərəm. Nə vaxt olsa yeyərəm, yəni çox sevirəm bu yeməyi. Ümid eləyirəm də ki, dadını yaratmışızdır. Yəni 3 nəfər bir dənə yeməyi qatdıq aşkım. Sən nə gözlərdin? Belə uzanmayacaq ömrüm pendir. Bir dənə dadım testi. Yok bunda var. İyi madem yaladı. Çox qəşəngdir. Çox qəşəngdir. Yoxdur telefonum. Çok da köy. Qoyuram. Sağ ol. Bunda köy. Balçını bir sefer aşağıdan. Desem. Momentum onrem. Necədir hər? Allah. Baxdın adına. Ha. İçinde Çox qəşəngdir. Çok teşekkür. Uşaqlar gəlin. Makarna partisi. Nə pıçıldaşsınız? Hamı makarnalanıb. Herkese selam. Nasılsınız? İyi misiniz? Ben videoya başlaya kameranın altı az kalsın düşürdü arkadaşlar. Deməli, bugün hava çox gözəldir. Maşallah, həmişə belə olsun. 2 günün içində həyətimizdəki ağacların yarpaqları gül açdı. Böyük ehtimalla alça ağacları da arkadaşlar. Nahide düşmür arkada. Nahide sen kunadasan. Evet arkadaşlar, o tarafta Nahide detayını unutmuşum. O yüzden geldim bu bir otağa. Burada değil Nahide. Ay Allah, kabusum oldu. Korkuram indi videoda düşəcək deyə. Deməli arkadaşlar, bugün uşaqlarla bir oyun oynayacağım. Əgər aralarından biri belə olsa, udsa, onları aparıram bugün gəzməyə. Yox, amma heç biri udmasa otururlar yenə həmişə olduğu kimi evdə. Hazırsınız oyuna? Evet. Görüm kim udacaq, kim uduzacaq. Əgər udsalar, mən özüm açığı gəzməyə getmək istəyirəm. Ona görə çox çətin bir şeylər qoymayacağım böyük ehtimal. Yeməyimiz pişsin, yeyək, içək, oyunumuzu oynayaq. Ondan sonra qismətlisə gedirik gəzməyə. Haydi, let's go. Arkadaşlar, baldızım həmin o ürəyimdən keçən Cənubun məşhur və ən dadlı yeməklərindən olan badımcan sırdağını bişiriyor. Mənim üçün də burada badımcan qızartmasını çox sevdiyimi bildiği üçün badımcan qızardıb qoyub. Teşekkür ederim. İndi qəşəng yeməyimiz pişsin, düyü də ıslaqdadır. Gedirik gəzməyə. Nədir tema? Temanı başa sal. Zəhra ilə Məryəm danışır deyə, Rabia ilə Əsma. Rabia ilə Əsma da danışırlar. Bunlar ki, Məryəm ilə Zəhra danışır deyə, bunlar bir-birini blokaza da atırlar. İndi kimlə kim küsüb? Rabia Zəhra attı bloka. Rabia Zəhranı atdı bloka. Mən paylaşıb deyə Zəhra. İndi mən telefonumu belə vurdu, təpi qornuma dəydi. Telefonda düşdü yerə. Niyə? Nə tərbiyəsizlik? Quran dostum, Çəkil. çəkil. Telefonu tutmuşdum. Düz deyir də, sən o telefon... Kutusuna kadar bak, Kur'an dostun yok burada. Bu nə vitdir? Barışdınız siz? Yox. Küsüb səndən. Bloka. Bir dəqiqə, sən Məryəmlə danışırsan deyə küsüb. Atıb səni bloka. Yok, paylaş.
Vəzifələr qoyan başına. Hə, Məryəmlə niyə dalaşıb? Məryəm kameraya saçırdı. Yox, Quran dostu video çəkmir. Can çöp qutusuna qədər Afişlərə baxay. ben baxırdım çəkməyib. Quran dostu. Onun küsübsə, haqlı bir səbəbi vardır. De görüm. Dinən. Mən paylaşıb nələrdə? Nə olub dinən? Bunlar indi Zəhra ilə küsmüsüz. Mən küsməmişəm. Məryəm Sən niyə mən uşağıma xəyanət eləyirsən? Xəyanət. Özü tanıt videolar çəkirdi. Sən başını qoymuşdu belə. Telefonuna bax. Gözüm çıxdı Əsman. Səni. Rabia'nın telefonuna bax ancaq Əsma ilə çəkildi. Yalan demə. Sən Əsma ilə danışsan, o da Zəhra ilə danışa bilər də aşkım. Siz hamınız Sən paylaşmayıb. da bloka niyə atsan Zəhranı? Ben yazdım onu blokladım. sən yazma. Məndən öyrənmisən onu. Mən küsəndə bunları Əsma mənə gəlib çatdırdı. Deyir ki, mən Məryəm paylaşıram. O da küsməsini qolunu da paylaşım. Yalan eləyibsə. Mən də istəmədim. Atdım mənə bahs etmə. Mən də blokladım. Sən atma. Da blokdan da çıxartmayasan. Çartma onu. Ay Allah, bu da elə xod gedir. Elə xod gedir, elə bir 5 dəqiqədən sonra barışmayasınız. Mən küsməmişəm. Küsəndə normalda kim birinci barışır? Mən. Onda çox xod getmədə səndə. Otaq yavaş-yavaş bomuşxanaya dönüyor. Məryəmdən nəcəb çıxmayan iş burnunuzdan gətirməyib sizin buraları belə günə qoymağı. Ölərəm sən üçün kolleksiyaya yığırsan penjamalardan ibarət yerlərdə. O salfetka var aba, o var aba bu. Bu belə burulanmış salfetka. Onu bugün bütün evdən təmizlə. Hamamdan götür. Kimsə burnunu... Mənim bir dənə dostum var, o da Kimsə- satqın dostumdur. Nə oldu indi də siz küstünüz? Kimsə burnunun içinə yumurtlayır, salfetkanı soxur, çıxardır, qoyur ortalıqda. Dünəndən bu yana yığa-yığa dənliyə gəzmişəm. Və şu an suç alətini sənin kravatının yanında görürəm. Məzum şat Görürəm necə atsan ona bax. Ay səni, ay səni. Yalançının mumu yatsıya qədər söhbət. Bilərəm atıram. Bunu atmamışam. Yaxşı, sənə inanıram, inanmaq istəyirəm. Siz küsüşməyin, gəzməyə aparacam sizi. Küsüşürsüz. Paylaşın şeyi sən göstərməyim. Göstər, gözlə bağlayım kameranı, görüm nə paylaşıblar. Bismillah. Ay Allah, məxmirə, düşdün yenə əlimə. Arkadaşlar, yorumlardan gördüyüm qədərilə siz Şəhriyara yatan yerdə sataşmağımı çox sevmişsiniz. Xüsusilə onun kırmızı gözlərini bereltib reaksiya verməklərini çox bəyənmişsiniz. Bəxtimizi bir daha yoxlayaq. Şəhriyar. Ay Şəhriyar. Şəhriyar. Ay Şəhriyar. Şako. Bir dənə bura bax. Aşkım, bir dənə bura bax. Sözüm var. Vacibdir. Çox önəmlidir. Şako, bir dənə bura bax. Çox vacibdir sözüm. Bax. Bax, vacib sözüm var. Mən bax. Ay aşkım. Of, şu kamerayı itirəcəm mən bu evdən, itirəcəm mən bu evdən, itirəcəm mən deyirəm sən özümü itirəcəm mən. Oo, Onlar bir dənə söz deyim, vacibdir, Quran and olsun. Mənim üçün çox vacibdir. Bax da bir dənə mənə. Bax mənə bir dənə. Dinən nə deyirsən? Deyirəm ha. Səni çox sevirəm. Sevgin dəysin mən başıma. Bəsdir də yer get də sən bekar qalıbsan Allahın olsun itirəcəm. Mən gələm bu otağa bu kameraya otur gəlin otağa. Ay aşkım, sən çox Allah'ın olsun gelip oturacağım ellerin başı üstünde şehir diyeceğim ben Allah'ın olsun yatanda. Yenə mən anama sataşdı ya. Nə istər anamla? Yaxşı, yat. Qarnımı, başımı ört. Dünən bütün gecəvi ofisdə keçirtmisən. Uşaqlar, mənim çox pis shit kaos damarım tutub. Hamını bir-birinə qırdıracam deyəsən bu gün. Eləm onları bir-birinə. Mən də onlar gəlib döyəcəm. Quran and olsun, mən hələ heç nə eləməmişəm. Allah and olsun. Hələ indi başlayıram elə. Eləmə, xahiş edirəm eləmə. Eləmə, virus, eləmə. Git tuvaleti qapını örtüb otur orada axşam duracaq. Mən niyə tualetə girib qapını örtürəm, otururam orada axşama kimi? O sənin işindir. Nə əli girdi? Aşkım. Kimin? Ay! Asma neyse öldü.
ki mən. Bu nə hərəkətdir? Dözməzdim. Telefon düşəcək yerə bir də şikəst olacaq. Kimin əli girib gözüvə? Mən qulaq as. Bax qulaq as aşkım. Deməli mən başımı qoydum Əsma'nın seyirə. Vallahi əlim girdi. Qur'an olsun belə. Hə, gözlə də sən də açıqlama verərsən. Videoda düşdü. O bir zaman oldu şart belə girdim gözümün burasını. Gözüm tərpəndi Qur'an olsun. Of Qur'an olsun. O çiynə qoymuş, başını qoymuşdu. Mən ona belə Mən sənin yerində olsam dözməzdim. Ömür geçecek. Vay 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 vay. Vay qırğın düşdü. Vay 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 vay. Yaxşı. Aralaşın. Gəbura. Məryəm, hazırsan sən Məryəm? Uşağı niyə vurursan? Baba! Ağladı görsən. Burada mən yenə. Çox xoş uşaqsın. Çox uz uşağım. Səni var ya birbaşa atayla qırdıraram oturdu. Hayır Fırış. Bəli. Aynen Rabia'nın nerede şəkil var. Onda niyə Məryəm? Siz neyiniyim Əsma? Zəhra burada Ağlama otur, aşkım. mən paylaşım. Ağlama, Sonra zarafat mən edirdi, dedi ki, ağlama. riski paylaşım Zəhranı, Rabiyəni. Get çatdırıb canlısını Rabiyəyə, onun üçün bunların arasını vurub. Əsma vurub. Əsma sən vurmusan bunları. Gülür hələ arsız. Yığım. Sən mənim adamımsan, Quran and olsun. Çak bura. Sənlə çox şey eləyəcəyik hələ biz. Dur. Heç kim. Əsnad elədi hamısını. Yalan değil. Aslında eləməyir, Əsma. Əsnad elədi, neynədirsə Əsnad elədi. Əsnad. Ay, çıxmıyor. Mən niyə deyir ortada getdim. Ata səni çağırır. Əsma'nın nəticisi, Zəhra nəticisi. Əsnad. Çox xəbərsiz yoxdur. Ay Əsnad. Ata səni çağırır. Dəlixana deyir. Aşkım, Əsma mən biz nə dedik? Xəbərçilikdə birinci yerdəsiz. Kim? Bizi deyir. Hamımız. Quran olsun, aşağıda qalmışdı. Xəbərçilikdə birinci yerdəsiz. Niyə bunların arasını vurmusan? Mən şeyler ki Əsma vurup yıkıp gedim abiye deyim. Boy, Əsma hanı? Niyə belə şeyləri? Sən də oturub Əsma, Sən yerində olsam, Rabiyyən bu hərəkətinə görə bir dənə də status profil şəkli yapışdırardım. İstəyirsən dünya müharibəsi. Məryəmlə. Dədə. Get məncə də get. Bunlar ücə çaşıblar, ücə itiriblər başlarını. Ayıb olsun bunlara. Kim eşidir? Sen niye vurdun? Sen niye vurdun? Elema Meryem. Telefonları verin. Gəlmə, get. Asman gözümü vurur. Əsma mən vurur. Ən birinci o vurdu. Sən qayıt da. Kışkırma. Zopal kaptınız, hastalandınız siz. Kışkırma. Bana bakmak demem mi? Qışqırmayın da, hozusuz siz. Asırlar mı kameranın evinde baklarım Allah'ım. Kameranın ora nə adiyyatı var? Kameranın ora nə adiyyatı var? Yazıq kamera, o sırada Rabiyə. Vallahi Rabiyə qədər məsumdur mənim kameram. Quran and olsun mən gəlməmişdən qabaq dava başlamışdı. Bərəkətə çörəyə Quran and olsun. Eləməyin də mənim balam. Mən qızışdırıram. Çox ayıb olsun sən. Eşit. Kim vurur? Birinci o vurdu, Quran'a oldu. Dinən, bayaq dediyini bir də dinən. Eləməyib etsin. Oturublar, nəticə Zəhra ilə Məryəm danışır deyir. Əsma ilə Rabiə küsüdür. Dido babam, Dido babam, Dido. Əsma ilə Rabiyədən Nə kim var ki, sən qoymuşlar? bayaqdan qaysın. O statusa baxa bilərəm. Onlar baxım, o nədir onun üstündə dava düşüb. Çünkü uşaq bir yaşda telefon işlətmir. Gözə baxım, bir dənə statusa baxım. Ya mən deyirəm Quran and olsun. Bir dənə baxım nə üstə düşüb də o statusa bir dənə baxım da Aşkı Memnunun Gel, başlanğıcına gel, görüm nədir bu. Rabiyə telefonda Quran saçını ütdür. Rabiyə telefonunu da götürdü çıxdı. Rabia. Arkadaşlar bütün qırğınlara səbəb olan həmin o status. Nədir ki bu? Heç nə Zəhran saçını ütülüyür Məryəm. Burada da slow motion'da şey düzəldiblər də, yəni klip düzəldiblər. Ya Meryem
Məryəm bizim hamımızın saçını düzəldir də. Tək Zəhranın saçı deyil, Gülsümün də dünən mənim saçımı burdu. Sonra Əsmanın saçını yığır, topuz yığır, Rabiənin özünün saçını yığır. Sən əsəbləşmə, sən get yat. Vaqalat edirəm, yatma. Mən elə başımı qoydum, orada fəlakətlər baş verir. Aşkım, mən sən dedim də mən səni çox sevirəm. Yat, şirin yuxular sənə. Arkadaşlar, sırdaq hazırdır. Bir dənə bunun möhtəşəmliyinə baxın. Ən sevdiyim yemək ola bilər də, yəni. Allahım, omentomanım, ya Rəbbim, mükəmməl. Əyləşiblər yemək yeməyə. Hə? Nə oldu? Sən eləyərsən, mən inanıram, sən bacaracaqsan bunu, mən sənə inanıram. Ya Allah, arkadaşlar, siftə eləyirəm. Bəh, bəh, bəh. Sol gətirmişəm görsən, niyə nədir? Bunu qoysan belə bunun üstünə, ay Allah, muhteşəm. Suyu hələ, Uşaqda yemiş. çox qəşəkdir. Nə yemisən uşaqlıqda? Uşaqda anasında pişirdim, çörək batırırdım, gedirdim, oynayırdım, gəlirdim. Həyətdə, görürsüz, yadında qalıb. Əsmə, sən xoşun gəlir sırdaqdan, sevirsən. Mənim ən sevdiyim yemək. Mənim ən sevdiyim yemək. Nuş olsun. Deməli, qızlar, yemək yedik, düşdük aşağı. Valla, uşaqlar heç oyun adı tutmadılar. Heç soruşmadılar, aparmırsan. Hamı gəldi, hurrey, gəldilər geyinmə soyunma otağına, geyindilər, keçindilər, bəzəndilər, çıxıblar yuxarıda hazır gözləyirlər ki, mən onları gəzməyə aparım. Heç məndən soruşan olmadı, oyun oynayırıq, uduruq, uduzuruq. Yəni, dedinsə, ağzından o kəlmə çıxdısa, eləməlisən, yəni. Sağı, solu yoxdur. O da mən də qədərimə razı oldum, düşdüm aşağı. Makyaj eləyirəm. Bir dənə, deməli, makyaj görmüşəm. Instagramda təsadüfən kaydırarkən çıxdı qabağıma. O qədər xoşum gəldi ki, makyajın tipindən, o qədər xoşum gəldi ki, hardasa belə bir şeydir də. İstəyirəm onu eləyim. Yəni, dəyişim falan çəkmirəm. Prosta çölə çıxacağımız üçün onu eləyirəm. Bu aralar yapay zekadan makyaj konularında eğitim alıram. Nəyi nə ilə vuracağımı, nəyi nə ilə işlədəcəyimi o mənə öyrədir. Mənim də əlimdə, baxın, bir saniyə, 3 dənə şey var idi, cilt ürünü. Bir Mişanın bu BB kremi, bir belə tonalnim var idi. Bir də Mişanın belə bir kuşonu var idi. Bir də 3 dənə bazam var idi. Elə belə dedim, görün bunların hansını hansı ilə işlədim. Yapay zeka mənə məsləhət verdi. Bu ürünə heç əlimi belə vurmurdum. Yəni, yapay zekanın məsləhətinə güvənib bu ürünlə makyaj eləyirəm. İndi görək, axırda makyajım necə alınacaq. Hamı hazırdır. Bir dənə baldızımla mən qalmışıq. Biz də hazırlaşıb çıxıyoruz. Arkadaşlar, makyajımı qərar verdim ki, qoy yapay zeka yönləndirsin. Əlimdə 2 dənə də kapatıcım var idi. Şey olaraq, cildimə uygulayacağım ürün olaraq heç ağzını açmadığım BB kremimi vurmağımı söylədi. Qıymıram bunun ağzını açmağa. Nəysə, kapatıcı olaraq da 2 dənə konsilyerim var idi. Dedim, day onu da sən seç, baxaq görək hansını seçib. Bunu seçib, arkadaşlar. Bunu çox bəyənirəm. Prosta bir dənə problem var. Şey eləyir, gözümün altına çox saraldır niyəsə. Bilmirəm niyə. Düzgün rəng tonu seçməmişəm deyəsən. Nəysə, makyajımı tamamilə yapay zeka yönləndirəcək. Görək, axırda necə bir şey çıxardır ortaya. Baxaq, görək, yarıdacaq məni, yoxsa yox. Mənim üçün əsas vacib olan cildimdə tonalini qəşəng otursun. Yəni, heç tonalini vurmayan biri olaraq çox məlumatsızam. Yavaş-yavaş öyrənirəm. Evet, arkadaşlar, makyajım hazır. Uşaqlar, bunlar mənə tırkalayıb küprüyü taxdırdılar. Amma bilmirəm, küprüyü çıxardım, yoxsa qalsın. Məryəm, əminsən qalmalı olduğuna? Mində min əminsən. Ata görsə mən lağa qoyacaq bu küprüylə özümə. Makyajım çox qəşəng olmuşdu. Super gəlirdi hər şey. Ta ki küprüyü taxana qədər. Yenə Hə, uşaqlar, makyajım tam ürəyimcə olmuşdu. Baxın, dodaq kombon falan. İşte Tananne'nin üzümdə oturuşu, nə bilim bronzerim, highlighterim, hamısı mükdü.
Saçlarım da mükdür, amma kiprikdə çox pis takılı qalmışam. Cəsarət eləyə bilmirəm bu kipriklə çölə çıxmağa. Bunlar məni şəhərlərdə söydürməsələr əl çəkməyəcəklər. Sən dinən, kiprik qalsın, getsin. Qalsın. Düzün dinən də amma. Düzün dinən, nədirsə onu dinən. Getsin hə? Getsin. Sən, qalsın, getsin. Qalsın. Sən, o bir hanı? Qalsın. Qalsın, iki qalsın. Sən də qalsın. Gedim də o birilərdən də soruşum. Yəni, mən Şurası da yapışmıyor. onu düzəldəcəm. Gedim onlardan da soruşum. Mən makyajı eləmişdim. Mən özün sənin gözünün qabağında çox qəşəng olmuşdu. Bunlar mənə kiprik taxdırıblar, deyirlər çıxartma. Qəşəng deyil, de Quranan da olsun. Yaxından baxma. Yaxından baxma, çünki yaxından yaxşı deyil. Yo, dəndən düzməmişik də, problem orada. O pişi kiprikdir. Tam dibinə çatırıq, dibində biraz ayrılır. Tam dibə qədər yapış. Saydı. Qalsın, qalmasın. Ərun mənə lağ edəcək. Ama qəşəngdir. Çox yaraşır. De Quranan da olsun. Aşkım, makyajım olay, amma kipriklər Kolay. kolay. Nədir? Sənə qurban olum. Rüsvayçılığı niyə olur? Şulka yoxdur. Sən Şkulka. o vaxt 140 şotkalar vardı belə fırçalar. Aşkım, sən ərgənə mus qızların mənə dedilər ki, ərgənə mus qızların var 6 dənə. Ərgənə mus. Ərgən qızların tırkaladılar, taxtırdılar mənə. Saçım gözlərini açılır. Yo, özləri heç nə vurmayıblar. Mənə taxtırdılar. Yəni eləmək istədiyim makyajla birəbir eyni olub da, bax. Hə, aşkım. Hayallər və həyatlar. Kipriyi çıxardım onda. Nə qalsın, prosta çöldə bir şey düşər kipriyin üstünə gözün lazım. Zəhra ilə Rabiyə dedi çox qəşəngdir. Məryəm də dedi çox qəşəng. Kaş biz də taxa bilsəydik. Olur, malvacızı verməm, yoxsa gör nə gün olalım. Gedim çıxardım onda aşkım. Elə bir məncə abartı oldu bə. Qırmızı pomadaya gözünüzü alışdırdım. Bu kipriyə də indi yavaş-yavaş alışdıraram da yəqin ki. Baxın qızlar, kipriksiz belə olur, kipriklə belə olur. Hansı sizcə yorumlarda yazın. Amma yenə bu daha qəşəng görünür adamın gözünə. Biz qızlar niyə abartmağı bu qədər sevirik? Nahidə bax bir dənə kiprili kiprik sizə. Nakuş hanı? Nakuş. Ay Nakuş. Bir dənə kiprili kiprik sizə bax. Bu nədir hər yerdə mahnı? Çıxardım mən. Yavaş-yavaş alışdıraram bunların gözlərini. Bir də normal kipriyi alaram. Hoşuma geldi. Şurası biraz uzun da biraz. Bilsən nədir problem? Qayçı lazımdır bu dibdə bitişməyən hissələri kəsməyə. Qayçım yoxdur. Olsaydı düzəliş verərdim. Ama çok qəşəng. Qəşəng olub makyajım. Getdik onda çıxa biliriz evdən. Evet arkadaşlar, çıxdıq yola, gedirik Xambulana gəzməyə, qəşəng. Evet arkadaşlar, hava da bir güzeldir yani, bir güzeldir. Elə bir ki, nənəsi ölüb, ağlamaya kalıb ağlayamıyor. Yani, Uşaqlar, biz səhər gəzməyə getməyə qərar verəndə hava çox gözəl idi. Günəş çıxmışdı, isti idi, yaşıllıq idi, dəniz masmavi görünürdü. Biz gəzməyə getmək üçün durduq hazırlaşmağa, buludlandı hava. Amma biz pes edər miyiz? Hayır, gedirik gəzməyə yenə də. Sırtıqlar ki, sırtıqlar. Əl çəkmədik ki, şeylər aparsın bizi. Çıxdıq yola, bindik bir alamete, gidiyoruz kıyamete. Nakuşgildə qabaqdadılar, dal qabaq gidiyoruz. Bizim maşında kimlər var? Məryəm, Zəhra, Rabiyə, Əsnat, Nadir, Şəhər, mən. Orada kim qaldı bə? Hə, Gülsüm, Əsma, Nihat, Nahidə, Mamidə mi? Qaldı orada. Çox əziyyət çəkdim mən. Konsert verirlər, dedim qoy çəkim arkadaşlar. Buyurun. Danışa Danışa dərdimiz, sevəyirəm sirrimi, olan rəvayətdir bu, düzdür, cinayətdir bu. çox deyildir rəvayət, yazın rəvayət. Mən də yazıb çıxartdım, olanları yarattım. Həyatda yaşam günüm, olan günüm, ad günüm. Bir işə özün yetirdin, əlində pay getirdin, tutub əlini göz
niye sen getirdi? Şokolat elime verdi. Dedi əmi can şokolat senin için getirmişim. Attım ağzıma dinmedim. Bir defeli bakıp söylemedim. Dedim ki nedir bu zehir? Ağzıma attım bir sefer. yaxşı, Çok zehirdi. Axı bunu niye getirdi? Axır aldım elinden, çırptım başına dilimle. Dedim bir de böyle şey getirme. Alan nevayetti bu, düz cinayetti bu. Emin seni kışkırtma eləmiştim ben emin gün. Elim dedim götürdüm, yine dilindim. Yine dilim gelmedim, dilim gidene görmedim. Ağlayıp gözüm yaşımı sildim. Özümü bir defeli yitirdim. Ayağım benim bilmeyen, yani gözüm görmeyen. Görüp de vaniydi bu, dilim de vaniydi bu. Ana buna bulmuşum. Aşkım. Yüreğimiz ağrı diye sana da bağlıyordum. Ağlama ve hayattı. Uşaqlar. Qalxdıq Xambulana. Bir dənə nə olar buna baxın. Atma yadıma düşdü. Odur quşlar. Yenə kamera yaddaşı doldu arkadaşlar. Arkadaşlar manzaranın manzarasına Gelmişik, gelmişik. gece Manzaranın vakti. güzelliğine gelmişik. Bir dənə bu gözəlliyə baxın da nə olur. Yavaş-yavaş hər yer yaşıllaşır. Her yerde tongal kalayıplar maşallah. Yaz gəlir. Ayda quşların səsinə bax. Eşitsen. Eşitsen. Aman verdilər. Axırıncı dəfə aşkım. Ay Açın aşkım. yavrum. Axırıncı dəfə Xambulanda balıqlara limon yedizdirdim. Odur bu da Xambulana gələ bilmədik aşkım. Yo. İtlere yemeğim. Yox, o şeylər də obyektlər açıq olanda, restoranlar açıq olanda, Balıklar kargış elədi. Hə, nətər balıqlar mənə qarış. Olasan limonu olan. Uşaqlar deməli o göllü yerə gedirdi ya, ora gedirik. Yəni kimlərin yadındadır? Köhnə videolardan baxanlar səs eləyin. Deməli arkadaşlar balıqlara qutab verdim, peraşki verdim, qənd verdim. Gene götüreydi evden çörek götüreydi yemeği oldu. Hə, çörək verdim, hər şey verdim. Axırda da Buraya gelende dostlar pomidor, xiyar, çörek götürürsün bir lezzet eləyir burada yemeği. burada hə öz adam acır burada Ay, tərslikdə. Ağzımız yiyin. İndi acmamışam. Mazarfa Polnu dedim, bax tamam. toxum. Ha, yedizdirdim yazıq. Yedizdirdim yazıqları. Axırda da limon verdim. Elədiyim bütün yaxşılığı yəni yerə vurdum bildiyiniz. Ata baxın, ata bizim Balıqları odu budu da gələ bilmədi. Dostlar az sonra da bildiğiniz bizim at itti. Hə, atımız Tapa da itdi, bilmədi. tapa da bilmədi. Öldürdüler atımızı. Cinayətdir bu ata. Kimse saldı hayatına vermedi. Gelip bir de insaf da eləyib demədilər ki tapmışıq sən atımı gəl verək. Elətdə qaytarmadılar. Kimdən biri bitlədi, biri bitlədi. Getdik. Ha buna bax nə deyirsən? Şimdi sağ burnumdan gəlsin. Haram At gəlsin burnundan. Vay bədbəxt oldu həmin adam. Başına daş düşsün. Yaxşı da. Ay Allah bu. Cəryan elədi. Başına göydən daş düşsün. Yaxşı zə. Amma mənim həyatıma kimsə malı yazsa mən söz deyərəm. Ya Hele Xəbər canım, ben eləyərəm. dinleyeceğim hayatımızı. Kapasite hayatımızda. yəni bağlıdır. Aa yol bağlıdır. Yol bağlı deyil. Bağlı değil. Sökür. Deyir o yandan get. Kim dedi? Deyir işarə. İşarə deyir ki solla ver keç. İşare. Aa, o dəqiqə bizi qorxudur. Necə çöküb ha? Aşkım dağlıq ərazidə yağış yağanda torpaq sürüşür. Bura nəzarət. Nəzarətə xəzarət. Asa sen birden Çatdıq biz deyəsən. Yox hələ Yox, çatmadıq. var. Burası axıb bildiyin. Arkadaşlar baxın qışda yedizdirdiyimiz itlər buradadır. Onlar rəvayət. Bir dənə problemimiz var deyəsən restoran bağlıdır. Mamit nə gülür? Ayda Mamet niyə gülür axı? Sevinirlər ya bunlar bağlı olduğu üçün. Sizdiniz açıqda ne? Arkadaşlar kapalı. Açık çok sadır. İçeride adam var aşkım denən açsın. Açıq bir şey. Mutlu musun? Dəhşət. Ay aşkım. Heç nə gedin pomidor alın. Baxsı göstərir. Ay it atlanır üstümüze. Ne bak? Atladır ha ki.
O bizim üst kızımız hatta. Aşkım içeride adam var idi da dinən açsın çay içip gedirik. Aa, indi bu dəqiqə elə bir ki, şah balası zadıdır. O da gedir başka yere. Orada uşaqlar var diye. Aşkım gedirik elə sən dediyin kimi ürəyimi sıxma. Pomidor, təndir çörəyi, valla özüm ölüm ən gözəl menü. Bundan gözəl şey var. Sonra bir dənə sudan zatdan alırıq deyə o cəmaət necə piknik eləyir. Bax bir maşın gəliblər. 2 maşın. Bura deyəsən elə açıqdır da çay verirlər görəsən. Açıqdır. Deyil yox. Şür, pomidor, təndir çörəyi. Sonra su, sok, fərqi yoxdur. Alısınız, gəlirsiniz, otururuq, yeyirik, içirik. Hə, yerdə elə yerdə bagajı açırıq, otururuq. Mən üçün okeydir yəni. Tam hava da gözəldir, təmiz havadır. Görün nə gözəl mənzərə var. Görün nə qəşəngdir. İndi lirikə dönəcək ya bu söhbət. Uşaqlar, meşəlik ərazilər bağlı olduğu üçün endik dağdan şəhərə. Gedirik şəhərdə çay içməyə, başqa yolu yoxdur. Buradan geri qayıda bilmərəm. Bilmirəm, başqa adamlarda da belə var, yoxsa yox. Beynimə qoydumsa ki, mən çöldə çıxıb çay içməliyim. Onu eləməmiş qaydanda sinirlərim pozulur. Səndə də olur elə. Eynən. Görmüsən, 40 kilometr çıxmışam ki, çay içim. Qətiyyən, intensivdir, sizdə olur, bilmirəm, olmur. Evdə otururam, anı moment beynimə elə bir kimsə qapaz qoyur ki, get 40 kilometr o yanda çay iç qayıt. Cəmaət Sizdə də olur heç elə aşkım, şey. cəmaət Parisə uçur bir gecənin içində ki, İtaliyaya uçub makaron yiyib gələn var. Cəmaət evindən, eyvandan puxlaya gelib çay içə bilmir. Buradan Parisə uçursunuz, nə darsınız? Həyatım Qurana and olsun. Qurana and içməyin. Allaha and olsun, evindən durub İtaliyaya makaron yeməyə gedən insanlar var. Qurana and olsun. Var da var, məndə var. Onun bizə aidiyyəti yoxdur. Hədə bizdə durub Lənkərana gəlmiş yaslardan büyük bir şey mi yani? Ya büyük bir şey değil yani. Burası yani. Ay Allah, o gün olsun Aman tanrım, yani salçalı bu kadar- makarna yemek için buradan İtalya'ya uçabilirim. Ya Rabbi, öyle bir şaraitim olsun. Amin. Allah rızlarını versin. Amin. Ben de yerim orada. Orada bana oynama. Sen İtalya'ya uçsan ben şimdi. Ya. Aa bak. Samolyotta yerim de o verilen porsiyon. Ha. Onun için ben özel jetimle uçmak Ne? Adam boşal yani. Adam boşal. Özel jet. Uçuyorsun değil mi? Dalındı taş. Ben həqiqi deyirəm. Hardan bilirsən? Bəlkə oldu. Mənim indi 23 yaşım var da, aman ver bəlkə 50 yaşımda eləyə Hesabla bildim. 23 yaşında 40 kilometre çay içmeye Lənkərana edirsən. Bəli. 30 yaşında üstüne bir 40 tane de gəlsin bir Yok, 600 kilometre eləyir. Hardasa buradan Gəncəyə zada gələcək çay içməyə. Bir onun 50 yaşında inşallah Gürcüstan Türkiyədir. Ha, ola bilər. 60 yaşında pensiyasıyla bu Yusuf şeydədir. Yok, yaşımı yaxşı tuttum. İnanmaq, bacarmağın yarısı deyil. Düzdür. Bunu saklayın arkadaşlar. 65 yaşında artık sizin de bir 45 yaşınız olacak. Onu da edit diyersiniz bulsun. Səhv deyirəm, inanmaq bacarmağın yarısıdır. Jet istədim, olar helikopterim. İtalya dedim, gedərəm Gürcüstana. Xəngəl yeməyə. Səhv deyirəm. Sonra bir dəfə gəzməyə etmir, ancaq yemək içməyi də. Orada 2 nəfər qızla oğlandır, fırlanır yapışırlar birbirlərinə. Gedir onun qabağında şəkil çəkdirir. Parisiyədən gedir, abidən qabağında mənki edir yeməklərlə şəkil çəkdirmək, yemək. Ya çay içir, Uşaqlar, ya yemək. iki canlılığımın son günləri. İndi mandarində oyunları kivi yedir. Arkadaşlar kivi mürəbbəsi. Nədir? Gözü qalıb o ki, neydi? Oraydı. Sonra belə kivi mürəbbəsi yiyəcəm deyə sevindim. Xoşum gəldi oradakı kivi mürəbbəsindən. Dadı xoşuma gəldi, ona görə təzdən istəyirəm də. İki canlılığımın sonuncu günləri də arkadaşlar. Sabah bir canlı olacaqdı, gəldi.
Heç də yemilməyəcək. Bəli. İndi ciddi alınıram, başa düşürsünüz. Yo, zarafatsız aşkım çox acıram. Dəhşət aclıq gəlib mənə. Mən deyəsən nə arıqlamışdımsa, son 15 günə geri alacağım hamısını. Vallahi. Mesela qollarında hiss olmur, sümüklərimi ikisi azalır. Uşaq sümüklərimi deyir ikisi azalır. Uşaq çəki alır deyə axırıncı həftələrdə. Axırıncı həftələrdə uşaq çox çəki alır deyə ana tez-tez acır. Mən belə başa düşdüm. Nəysə arkadaşlar, getdik çay içməyə. Uşaqlar, deməli, Xambulanda danışdıq ki, Xambulanın təpəsini çıxıb düşə bilmərəm bu vəziyyətdə. Yəni, dediyim kimi son günlərimdir də, başıma iş gələr. Gəlmişik Mandarində 3 mərtəbə pilləkən dırmaşacam, hazır olun. Ya Allah, getdik. Sarı papatyam girdi qoluma. Ay Allah, bu bütün günü mənlə. Sən sarı kolsan, o sarı papatyadır. O mənlə fırlanıb, anca Allah'ın olsun. Dincələ çıxım gərək, özüm ölüm deyirəm, xata çıxar. Deməli, uşaqlar, bir mərtəbə çıxdım. Toplu olaraq dincəlirik, bir 15 saniyə dincəlirik, qalxırıq, bir mərtəbə qaldı. Düşmək asad deyə çıxmaq çətindir. Çıxdım uşaqlar, şükür sağ-salamat dırmaşdıq. Bir dənə çay içəcəm kivi mürəbbəsi ilə, özümə həşir qatmışam. Uşaqlar, kivi mürəbbəsi gəldi. Bağışlayın məni, gələndən sonra yadıma düşdü çəkmək, yeyib qutarandan sonra. Çünki dəhşətli dərəcədə ürəyim bundan çəkirdi. Nəysə, biz şükür Allaha arzumuza çatdıq. Çay süfrəsinə gəldik, oturduq nəhayət ki. Çox sağ ol, Allah razı olsun. Uşaqlar, burada mahnı var. Mahnı var. Çox bir şey danışa bilmirik. Amma gəldi çay içdi, sağ olsunlar, həqiqətən. Dəyər, Lənkəranda gözəl bir yerdir. Mən əsas odur kivi mürəbbəmi yedim. Bir də arkadaşlar, Birazdan burada şənliyi başlayacağım. Bax bir şey çəkə bilməyəcəm. sizə bir dənə də söz deyim. Tez deyirəm, mahnı başlayacağım. Ola bilsin yeni layihəmiz olsun 1635 taksi şirkəti ilə. Siz zəng eləyəsiniz, Cənub bölgəsində biz taksi şoförü biz çıxaq. Həqiqi deyirsən? Hə, o belə bir şey olma ehtimalı var. Mahnı başlayır tez Kimdə elə. yoxdursa 1635 tətbiqini yükləsin, taksidən 1635-dən istifadə eləsin. Nə yığsayın? Kanala abunə olub, Zəynə, like atıb, Zəynə. yorum yazmağı unutmayın. Taksi gələcəyimdir.